Nizami bu ifadəni bilir və bu ifadəni özünün oğluna olan yaxınlığı üçün istifadə edir. Yəni mənim səndən məqamım qab və qavseyndir. Yəni iki oxun yaxınlığı qədərdir. Ki Rəsulullah onu Azərbaycan dilində yəni tərcümə eləsəydi, o Azərbaycan dilində məna keçməyəcəkdi. Ona görə Rəsulullah özündən bir növ deyir ki, dilimin əzbəri, qəlbimin sururu. Bizim dildə bu gözümün nuru sözü var. Amma əsl orada orijinalında, yəni fars dilində istifadə etdiyi söz qurratu ayndir. Ərəblərin ənənəsində iki cür göz yaşları var. Bir, kədərdən axan göz yaşları var və onlara isti göz yaşları deyirlər. Bu hilal dövründə gül, eləmə qəm, bir neçə gün elə mən də gülmüşəm. Bədir olan zaman gözəl hilalın, nur saçacaq göyə sənin camalın. Salam aleykum əziz dostum. Mənim adım Elşən Mirzizadədir. Mən normalda kimya mühəndisliyini oxumuşam, bakalavr, magistr və indi də doktoranturasını oxuyuram. Amma boş vaxtlarım olanda ədəbiyyatla maraqlanıram və bir naşır, bir həvəskar kimi ədəbiyyatla maraqlanıram və ədəbiyyatda gördüyüm bir müsəlman kimi də bəzi hikmətləri səninlə paylaşmaq istəyirəm ki, Allah bunları sənin üçün və başqa insanlar üçün faydalı eləsin. Və bizim bugünkü mövzumuz Nizami Gəncəvidir, Allah ona rəhmət eləsin və Nizami Gəncəvini seçməkdə məqsədim odur ki, o bizim milli mədəni irsimizdir və biz ona görə qorumalıyıq. Nizami Gəncəvi müsəlman olub və Nizami Gəncəvini oxuyanda onun müsəlmanlığı onun yazısında hiss olunur. Və orada bu danışığı, bu dərs deyəyimi, bu videonu formatını bu şəkildə eləyəcəm ki, mən Nizami Gəncəvinin Rəsul Rızadan olan Xosrov və Şirindən oğlum Məhəmmədə olan nəsihət hissəsini oxuyacağam Azərbaycan dilində və onu tərcüməsində olan bəzi məqamlara toxunacağam və paralel orada olan, məsələn, Qurana olan istinaddan və yaxud hansısa bir Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləmin hədisi ilə bir uyğunluq varsa, o yerlərdə çalışacağam göstərməyə. Ona görə mən birinci mətni oxuyacağam, sonra isə biz sətir və sətir gedərək bəzi orada İslami konseptlərə toxunacağam. Və bunu eləməkdə məqsədimdə bir neçə məqsədim var. Birincisi, yəni istəyirəm ki, biz deyək ki, bir hüzündə, bir qəmdə olan insan buna qulaq asaraq bir fərəh hissi, bir sürur, bir sevinç hissi keçirsin. Çünki ədəbiyyatda o hiss var və sənin üçün bir istirahət, bir rahatlıq kimi olsun. Nizami Gəncəvi bu şeiri yazanda, Xosrov və Şirini yazanda onun axırıncı hissələrində Şirin, Xosrov bir kraldır, Kisra Fars kralı və Şirin onun həyat yoldaşıdır və Şirin həyatını dəyişəndə bu yerdə Nizami Gəncəvi Şirini öz həyat yoldaşı Afətə bənzədir, bir bənzətmə eləyir və sanki Şirinin ölümündən dərdlənərək həm də Afətin, çünki onun həyat yoldaşı Afət də Türk həyat yoldaşı, Türk olan Afət də ölmüşdü. Ondan hüzünlənərək bir hüzün haqqında sətirlər yazır və ondan sonra onun Afətdən olan oğlu Məhəmmədə iki kuplet nəsihət verir. Ona görə bu şeirin içində həm onun oğluna olan sevgi var, həm də ki, oğlu Məhəmməd onun həyat yoldaşından bir yadigarıdır. Yəni ki, o yadigarına olan ikili bir sevgi var orada. Həmçinin də o sevdiyi balaya verdiyi nəsihətin içində böyük bir hikmət var. Ki, mən istəyirəm ki, biz onu götürək, o hikmətləri götürək. Allah bizi bunda müvəffəq eləsin. Və dərhal başlayıram. Deməli, Nizami Gəncəvi bunu fars dilində yazıb və bizim Rəsul Rıza bunu Azərbaycan dilinə tərcümə edib. Mən bu tərcüməni oxuyacağam. Sonra isə dediyim kimi bəzi tərcümə məsələlərinə toxunub İslami konseptlərlə qarşılaşdırma eləyəcəm. İndi başlayıram. Oğlum Məhəmmədə nəsihət. 7 yaşlı balam, gözümün nuru, dilimin əzbəri, qəlbimin sururu. Ruzi verdi sənə o pərverdigar, üstündə mənim yox, onun adı var. Bu hilal dövründə gül, eləmə qəm, bir neçə gün elə mən də gülmüşəm. Bədir olan zaman gözəl hilalın, nur saçacaq göyə sənin camalın. Bilik kəsb etməklə dünyanı qazan, əsmanı oxu ki, məna alasan. Qaç o sözlərdən ki, mənasız, boşdur, ilahi elmlər öyrənmək xoşdur. Elə namuslu ol, desin hər görən, ağıllı oğluna Nizami, əhsən. Bu qədər. İndi buradan mən sətir-sətir gedəcəm. Deməli, birinci başlayır. Burada bəzi notlar var. Deməli, deyir ki, 7 yaşlı balam gözümün nuru. Burada Rəsulullah bunu tərcümə eləyəndə gözümün nuru sözünü istifadə eləyib. Bizim dildə bu gözümün nuru sözü var. Amma əsl orada orijinalında, yəni fars dilində istifadə etdiyi söz qurratu ayndir. Qurratu ayn sözü də
ərəb mənşəli, ərəb sözüdür. Burada indi siz deyərsiniz ki, məsələn, sən fikirləşə bilərsən ki, nə baş verir də, yəni türk, fars, ərəb. Amma mən istəyirəm ki, sən 21-ci əsrdən tamamilə çıxasan, 12-ci əsrə qayıdasan. Yəni həmin vaxtda bir imperiya var və müsəlman imperiyasıdır və onun içində türklər, farslar, ərəblər bir yerdə yaşayır və ədəbiyyatın dili fars dilinə ərəb dilidir və burada türklər də yaşayır, türklər də bu sistemin içindədir və fars dilinin içinə də ərəb sözləri girib və Nizami də fars dilində yazır və fars dilinin içində də ərəb sözləri var və istifadə elədiyi söz qurratu ayndir. Qurratu ayn çox önəmli sözdür. Niyə? Qurratu ayn ərəblərin ənənəsində iki cür göz yaşları var. Bir, kədərdən axan göz yaşları var və onlara isti göz yaşları deyirlər. İkinci də sevincdən axan göz yaşları var. Ona da deyirlər elə bil soyuq göz yaşları. Bu qurratu ayn sevincdən olan göz yaşıdır. Sevincdən olan göz yaşıdır və o da deyir ki, 7 yaşlı balam qurratu ayn. Yəni mənim sevinç göz yaşlarım. Mən sənə hətta məlumat üçün demək istəyirəm ki, Allah Subhanahu wa Taala bu sözü Quranda istifadə edir. Bax, indi qarşılaşdırma eləyirəm. Yəni Nizami Gəncəvin şeirindən çıxıram, keçirəm Quranda olan qarşılaşdırmaya. Quranda Furqan surəsində Allahın adlarından biri, Əl-Əsmaul Hüsnəsindən biri Ar-Rahmandır. Yəni rəhməti ilə hər şeyi əhatə edən, çoxlu müsəlmana, kafirə, ateistə, canlıya, hər şeyə öz rəhmətini verəndir. Və Ar-Rahman, Allah öz Ar-Rahmanin qulları deyə təsvir elədiyi kateqoriya insanlar var ki, onların etdiyi bəzi əməllər var. Və onların elədikləri əməllərdən biri də bu indi oxuyacağım duadır. Onlar bu duanı eləyirlər ki, orada bu söz istifadə olunur. Deyirlər ki, وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا. Deyir ki, o kəslər ki, deyirlər ki, Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı, gözümüzün nuru, gözümüzün sevinc yaşları olan övladlar ver, hədiyyə et və bizi müttəqilərə öndər elə. Müttəqilər də yəni təqva sahibləri, yəni Allaha qarşı, Allahın qanununa, Allahın halallarına və haramlarına qarşı ehtiyatlı davrananlardır. Hər addımında ehtiyatlı davrananlardır. Allah bizi də onlardan eləsin. Və indi mən təzədən qayıdıram Nizami Gəncəvinin şeirinə. Yəni Nizami Gəncəvi orada həmin o sözü, həmin ifadəni istifadə edir. Qurratu ayn ifadəsini. İndi gedirəm önə. Deyir ki, dilimin əzbəri, qəlbimin sururu. Dilimin əzbəri, qəlbimin sururu. Bu Rəsul Uzanın tərcüməsidir. Amma əslində orijinalda biraz fərqlidir. Başqa şey deyir, hansı ki yenə də orada Quranda istifadə olunan bir ifadədən istifadə eləyir. Ki Rəsul Uza onu Azərbaycan dilində yəni tərcümə eləsəydi, o Azərbaycan dilində məna keçməyəcəkdi. Ona görə Rəsul Uza özündən bir növ deyir ki, dilimin əzbəri, qəlbimin sururu. Beləliklə özünün elə bil Nizaminin oğluna olan yaxınlığını göstərmək istəyir. Amma orijinalda istifadə olunan ifadə Qabə Qavseyndir. Qabə Qavseyn. Yəni Nizami oğluna deyir ki, mənim sənin aranda olan məqam Qabə Qavseyndir. Qabə Qavseyn də yenə də Quranda istifadə olunan ifadədir və bu çox məşhur, yəni Quranı oxuyan, Quranı bilən adamlar bunu çox yaxşı bilirlər. Nəcm surəsinin gözəlliyi tam başqa bir səviyyədədir. Və Nəcm surəsində Allah Subhanahu wa Taala Cəbrail aleyhissaləmin Məhəmməd Peyğəmbərə sallallahu aleyhi və səlləm vəhiy verməsi haqqında danışır və həmçinin də Cəbrail aleyhissaləmin Məhəmməd sallallahu aleyhi və səlləmə öz orijinal vidində görsənməsi haqqında danışır. Orijinal vidində görsənib də sonra ona yaxınlaşır. Ona yaxınlaşır və ona vəhiy edir. Və onu yaxınlaşanda Allah orada bu sözü istifadə eləyir. Onu istəyirəm oxuyum ki, sən onun orijinalını qulağından eşidəsən və Allah onu sənin qəlbinə təsir versin. Deyir ki, Allah Subhanahu wa Taala deyir ki, Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ven-necmi izâ hevâ mâ dalle sahibukum ve mâ gavâ ve mâ yantiqu anil hevâ in huve illâ vahyun yuhâ allemehu şedîdul kuvâ ذو مرة فاستوى وهو بالأفق الأعلى ثم دنا فتدلى فكان قاب قوسين أو أدنى. Bu yeri. Burada Allah Subhanahu wa Taala bir məxluqatı olan ulduzla and içir. Sonra deyir ki, Məhəmməd Peyğəmbər sallallahu aleyhi ve sellem yolundan çaşmayıb və öz həvasından da danışmır. Bu vəhiydir.
vəhidi və ona öyrədən, qüvvətli olan, güclü olan bir mələkdir və o düz formada açılır, göydə və öz orijinal formasında olur və yuxarıda belə üfüqdə və sonra isə yaxınlaşır Məhəmməd Peyğəmbərə sallallahu əleyhi və səlləm. Fəkənə qaba qavsayni əv adna. Qaba qavsayni qədər yaxınlaşır. Bu söz çox önəmli sözdür. Niyə? Çünki burada çox gözəl bir kinayə var. Qavs ox deməkdir. Təsəvvür et ki, biz ərəb bir adam və yaxud sən əlində ox tutmusan, onun qovsun, elə bil oxun tutacağı yerindən bu küncü var, bir də bu küncü var. Bu küncü olan qədər məsafəyə elə bil qab deyirlər, qab. Yəni ki, bu qədər yaxın, bu qədər yaxın. Deyir ki, yəni, mələk ona o qədər yaxınlaşdı və sonra ona vəhiy etdi. Amma həmçinin Allah istifadə elədiyi ifadə qaba qavsayn, iki qövsün qabəsidir. Yəni ki, ərəblərin, qədim ərəblərdən danışıram mən. Qədim ərəblərin belə bir ənənəsi var ki, iki qəbilə lideri, məsələn, bir yerdə döyüşə çıxacaqlarsa, onlar bir-birinin ittifaqını göstərmək üçün hərəsi öz oxunu götürüb bir-birinin üstünə qoyur. Olur, elə bil 2 dənə qavs və bir qab. Yəni ki, bir dənə tuturlar, bir dənə tutmaq üçün iki oxdan bir dənə tuturlar, sonra da o oxu atırlar. Elə bir iki oxdan bir dəfəlik atır. O yaxın ox olur da, ondan bir dəfə atır. O göstərir ki, yəni bizim qəbilələrimiz bir yerdədir, bizim sevdiyimiz də birdir, bizim nifrət elədiyimiz də birdir. Yəni o qədər yaxın. Yəni bir iki dənə oxu bir-birinin üstünə qoysan, olur qabu qavsayn. Yəni iki dənə ox bir dənə tutacaq yeri ilə. Yəni bu ifadəni Allah Subhanahu taala Cibril əleyhissalamın Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləmə yaxınlığı üçün istifadə edir. Çox gözəl bir ifadədir. Və Nizami bu ifadəni bilir və bu ifadəni özünün oğluna olan yaxınlığı üçün istifadə edir. Yəni mənim səndən məqamım qab və qavsayndir. Yəni iki oxun yaxınlığı qədərdir. Allahu akbar. Həqiqətən çox gözəl bir məqamdır. Sonra deyir ki, ruzi verdi sənə o pərverdigar, üstündə mənim yox, onun adı var. Burada bir növ həm də bir dua kimi də var ki, yəni Allah səni qorusun. Allahın adı sənin üstündə olsun. Mən səni böyütdüm, amma sənə ruzini Allah verir və onun adı sənin üstündə olsun. Burada da həqiqətən valideynin övladına olan sevgisi var. Yəni Allah bütün övladları qorusun, düz yoluna aparsın. Allah övladı olmayanlara da salih övladlar versin. Allah övladı itirənlərə də qəlbinə, yəni rahatlıq versin və onu gözəl bir mükafatla mükafatlandırsın. Amin. Sonra deyir ki, bu hilal dövründə gül, eyləmə qəm. Bir neçə gün elə mən də gülmüşəm. Bədr olan zamanda gözəl hilalın, nur saçacaq göyə sənin camalın. Burada Nizami çox maraqlı bir texnikadan istifadə edir. Həyatı aya bənzədir. Və deyir ki, bu hilal dövründə gül. Yəni hilal təzə çıxmış aydır. Nazik aydır. Sonra böyüyür. Sonra tam ay olanda onu deyirlər Bədr. Hilal təzə aydır, tam ay Bədirdir. Burada deyir ki, bu hilal dövründə, yəni nə qədər ki sən uşaqsan, balacasan, gül, eləmə qəm, sevin. Bir neçə gün elə mən də gülmüşəm. Yəni burada əslində maraqlıdır. Burada mən bir neçə cür interpretasiya elə bilirəm də. Məsələn, bir cür elə anlamaq olur ki, mən də uşaq olanda sevinmişəm, çoxlu gülmüşəm. Amma ikinci məna da odur ki, yəni sənin anan da həyatda olanda mən gülmüşəm və sənin anan afətlə bir yerdə də olanda mən sevincli olmuşam. Və sonra deyir ki, Bədr olan zamanda gözəl hilalın, yəni sənin təzə başlayan ayın tam aya çevriləndə, artıq sən böyüyəndə nur saçacaq göyə sənin camalın. Bu əslində, yəni bu da bir arzudur öz oğlu üçün. Camalın da, yəni gözəlliyin. Çünki ay, tam olan ay hər yeri işıqlandırır. Bu da həmin şəkli verir ki, yəni sən də Bədr olanda sənin nurun nur saçacaq. Sənin gözəlliyin, çünki bu da baxın önəmlidir. Ümumiyyətlə ərəb və fars poeziyasında və oradan da keçirmə eləyərək türk poeziyasında da ayın gözəlliyi var. Məsələn, görürsünüz, bizdə uşaqlar elə olur ki, qıza Qəmər adı qoyurlar. Çünki ay çox gözəldir. Və Bədirdə bir başqa cür gözəldir. Çünki tam aydır və tam işıq saçır, nur saçır. Bu da deyir ki, sən də Bədr olan zamanda gözəl hilalın nur saçacaq göyə sənin camalın. Arzusunu deyir, sonra deyir ki, bunu da bir dənə dərs götürmək istəyirəm. Əslində bunu birinci özümə deyirəm bu sözü, sonra da sizə deyirəm, sənə deyirəm. Həyat həqiqətən çox qısadır. O bir ay kimi düşünsən,
bir neçə gündən ibarətdir və sən hilal olursan, sonra tam Bədirə çevirirsən, sonra təzədən nazik olub, təzədən yoxa çıxırsan. Ona görə yəni biz həyatın qədrini bilməliyik. Ələlxüsus müsəlmanlar kimi Allah bizi nəsib eləsin ki, şükrləyərək düzgün şəkildə həyatı yaşamağı və özümüzdən sonra xeyir qoymağı, salih əməllər görməyi. Amin. Onu götürək buradan ki, həyat qısadır. Sən düşünürsən ki, mən cavanam, amma həmişə cavan olmayacaqsan da. Özü tez gedir. Məsələn, biz o gün məktəbdə idik, o gün cavan idik. İndi 30-u keçmişik. Məsələn, 60 yaşlıq həyatımız varsa, yarısını keçmişik də, bildin necə? Subhanallah. Və sonra dalınca indi məsləhət verir oğluna. İndi baxın, sevən bir ata, sevdiyi bir həyat yoldaşının yadigarı olan oğluna, sevdiyi oğlu Məhəmmədə məsləhət verir. Nədir o məsləhət? Deyir ki, bilik kəsb etmək yığmaq, toplamaqdır. Bilik kəsb etməklə dünyanı qazan. Əsmanı oxu ki, məna alasan, qaç o sözlərdən ki, mənasız, boşdur, ilahi elmlər öyrənmək xoşdur. Və oğlunu elm öyrənməyə təşviq eləyir. Oğlunu elm öyrənməyə təşviq eləyir və burada da maraqlı söz istifadə edib. Əsma sözü. Əsma sözü də indi baxın burada sizə mən ərəb dili mədəniyyətini, ümumiyyətlə nəinki ərəb dili, Quranın mədəniyyəti necə digər xalqlara nüfuz elədiyini biz burada görürük. Əsma sözü isim sözündən əmələ gəlir və isim sözünün cəmidir. Yəni isim, bir isim, əsma, yəni çoxlu isimlər. İsim bir şeyin adıdır. Burada Nizami Gəncəvi əsma sözünü elm mənasında istifadə edir. Deyir ki, əsmanı oxu ki, məna alasan. Yəni elmləri oxu ki, məna alasan. İndi siz görün ki, bu söz, yəni əsma sözü elm kimi istifadə olunur burada. Və burada mən indi yenə çıxıram şeirdən, geçirəm Qurana. Allah Subhanahu taala Quranda Bəqərə surəsində deyir ki, Adəmə əsmanı öyrətdi. Deyir ki, Euzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. Alləmə Ədəməl əsma'ə kulləhə. Və Adəmə bütün adları, bütün əsmanı öyrətdi. Thumma aradahum aləl mələikəti. Sonra isə onları mələklərə göstərdi. Fəqalə ənbiuni bi əsma'i həulai in kuntum sadiqin. Və dedi ki, bu isimlərin nə olduğunu mənə deyin, əgər siz düz deyirsinizsə. Burada yəni Allah mələklər arasında olan bir diskussiyadan gedir ki, orada mələklər, ümumiyyətlə bu şeyləri də insanlar bəzən bilmir. Allah bunu faydalı eləsin deməyimizdə. İnsan yer kürəsinə yəni başlıqdan gəlməyib də, sonra bir müddətdə gəlib. İnsandan öncə yer kürəsində mükəlləf varlıq kimi cinlər olub və onlar burada yəni müəyyən bir fəsad törədiblər. Bundan sonra, cinlərdən sonra insan gəlir yer kürəsinə. Xəlifə kimi, yəni məsul bir şəxs kimi və məsuliyyəti cinlərdən sonra götürəcək bir şəxs kimi və bu anda mələklər bunu soruşurlar ki, yəni o da mı fəsad törətməyəcəkmi? Allah da onlara Adəmin üstün olduğu, üstün bir varlığını göstərir, onlara əsmanı öyrətməklə. Və əsma sözü də bir şeylərin adlarıdır, əşyaların adlarıdır. Yəni elə bil Allah insana dili adlandırmağı, öyrənməyi öyrədir və bununla da onu üstün edir. Bununla da onu üstün eləyir. Və burada da həmin söz istifadə olunur, əsma. Nizami Gəncəvi oğlu Məhəmmədə deyir ki, əsmanı oxu ki, məna alasan və sonra deyir ki, qaç o sözlərdən ki, mənasız boşdur. Burada əslində da Rəsul Rıza, yəni bir növ, bilmirəm, rifmaya görəmi, yəni necəsə bunu belə tərcümə eləyib, əsmanı oxu ki, məna alasan, qaç o sözlərdən ki, mənasız boşdur, ilahi elmlər öyrənmək xoşdur. Mən orijinal tərcüməsinə baxanda məna demək olar ki, budur, amma biraz fərqlər var. Fərq ondadır ki, elə bil Nizami burada deyir ki, Allah üçün olan elmləri öyrən, amma əgər həvan üçün, şəhvətin üçün öyrənirsənsə, onda qələmivi saxla. Belə bir ifadə istifadə edir. Bu önəmlidir. Yəni demir ki, hər elmi öyrən. Deyir ki, yəni Allah üçün olan və yaxud faydalı elmi öyrən, Allah üçün olan elmi öyrən. Amma deyir ki, əgər həva varsa, şəhvətin varsa, onu öyrənmə. O elmi öyrənmə. Allah bizi faydalı olanı nəsib eləsin. Bunu Rəsulullah belə tərcümə eləyir ki, qaç o sözlərdən ki, mənasız boşdur, ilahi elmlər öyrənmək xoşdur. Burada əslində Məhəmməd Peyğəmbərin bir hədisi yadıma düşür. Sallallahu aleyhi və səlləm. Bu ilə əlaqə qurmaq olar. Yenə mən şeirdən çıxıram və keçirəm hədisə. Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, Əbu Hüreyrədən rivayət eləyir, Allah ondan razı olsun, deyir ki, kim ki Allaha və axirət gününə iman edirsə, onda xeyirli şey
danışsın ya da ki sussun. Bu hədisin sonrası da var. Onu oxumuram, bura qədər oxuyuram. Çünki qayıdıram təzədən şeirə. Yəni burada da deyir ki, əsmanı oxu ki, məna alasan, qaç o sözlərdən ki, mənasız boşdur. İlahi elmlər öyrənmək xoşdur. Yəni buradan biz bir əlaqə qura bilərik ki, faydalı olan şeyi öyrənmək lazımdır və faydalı olan şeyi demək lazımdır ya da ki, susmaq lazımdır. Və sonra da indi son olaraq axırıncı məsləhətini verir. Deyir ki, elə namuslu ol, desin hər görən, ağıllı oğluna nizami əhsən. Burada namus sözünü üzərində qalmaq istəyirəm. Namus sözü çox qədim sözdür. Yəni əslində hətta onun etimolojisi qədim səhv eləmirəmsə Yunancaya belə qədər gedir və bizim müasir namus anlayışımız var ki, orada daha çox cinsəl belə deyək təmizlik nəzərdə tutulur. Amma daha öncəki qədim olan namus sözünün mənası daha genişdir. Orada həm də ümumiyyətlə sənin mənəvi təmizliyin, özünü aparmağın nəzərdə tutulur. Həmçinin də sənin sir saxlamağın nəzərdə tutulur. Məsələn, namus şahın, kralın sirrini ötürən bir adama deyirlər. Və Məhəmməd Peyğəmbərin sallallahu əleyhi və səlləm hədisində də bu namus sözü keçir. Cibril mələk üçün əleyhissalam ki, Cibril namusdur. Daha doğrusu Varaka Məhəmməd Peyğəmbərə deyir ki, sənə mesajı gətirən namusdur. Və orada Cibrili qəsd edir. Çünki o da elə bil Allahdan mesajı çatdırır. Elə. İndi bu sözün üzərində qalmaq istəyirəm. Çünki Nizami Gəncəvi öz oğluna deyir ki, elə namuslu ol ki, desin hər görən ağıllı oğluna nizami əhsən. Və burada mən yəni namuslu olmağın nə qədər önəmli olduğunu üzərində qalmaq istəyirəm ki, sən əgər düşünsən ki, məsələn, ailənin sirrini sən saxlamağın namuslu olmaqdır və yaxud bir qadın özünün sirrini saxlayırsa namuslu qadındır və yaxud bir kişi özünü düzgün, əxlaqlı şəkildə aparırsa namusludur. Nizami də onu deyir. Elə namuslu ol ki, desin hər görən. Burada da bəhs olursa, yenə də qafiyə üzərindən deyir ki, desin hər görən, ağıllı oğluna nizami əhsən. Burada digər bir interpretasiyada belə ola bilər ki, elə namuslu ol ki, ağıl özü belə desin ki, nizami oğluna əhsən. Belə. Və burada bitirirəm. Nəsə səhv dedimsə mənim özümdəndir, nəfsimdəndir. Allah bunu faydalı eləsin və sonda da mən bizi düşünmək, müqayisə eləmək və gözəlliklərdən zövq almaq bacarığı verən Allaha həmd olaraq bitirirəm. Elhamdülillahi Rabbil ələmin.